Salam dostlar, bu videoda Qarabağın yenidən dirçələn simasını, torpaqlarımızda aparılan işləri və gözəl mənzərələri görəcəksiniz. Hər kadrda həyatın necə geri döndüyünü, kəndlərin, şəhərlərin canlandığını izləmək mümkündür. Gəlin birlikdə baxaq və Qarabağın bu gözəl anlarını hiss edək. Xankəndi bugün yeni bir dövrün astanasındadır. Uzun illərdən sonra şəhərdə həyat yenidən canlanır. Quruculuq işləri sistemli şəkildə davam edir. Küçələrdə aparılan abadlıq, yenilənən infrastruktur, formalaşan şəhər mühiti Xankəndin gələcəyinə inam yaradır. Burada təkcə binalar deyil, bir şəhərin ruhu bərpa olunur. Yaşayış sahələrinin, sosial obyektlərin və ictimai məkanların yaradılması Xankəndin yenidən bölgənin mühüm mərkəzlərindən birinə çevirir. Bu torpaqlarda atılan hər addım sabah hesablanır. Xankəndi artıq təkcə keçmişin xatirəsi yox, gələcəyin ünvanıdır. Görülən işlər göstərir ki, şəhər planlı şəkildə inkişaf edir və Qarabağın ümumi dirçəliş prosesində mühüm rol oynayır. Bu görüntülər Dövlətyarlı kəndində inşa olunan yeni fərdi yaşayış evinin daxili görünüşünü əks etdirir. Ev müasir tələblərə uyğun layihələndirilib, rahatlıq və funksionallıq əsas götürülüb. Geniş otaqlar, işıqlı interyer, sərgəli planlaşdırma burada ailə həyatı üçün hər cür şəraitin yaradıldığını göstərir. Mətbəx, qonaq otağı və yataq otaqları həm rahat, həm də estetik baxımdan düşünülüb. Bu ev təkcə divarlardan ibarət deyil, bu illər sonra öz yurduna qayıdan insanların yeni həyatının başlanğıcıdır. Dövlətyarlı kəndində salınan bu evlər kənd həyatının yenidən dirçəlməsinin bariz nümunəsidir. Burada artıq həyat var, istilik var, ümid var. Ağdamda fəaliyyət göstərən Məftil Çəpər istehsalı zavodu bölgədə sənayenin bərpasının mühüm nümunəsidir. Müasir avadanlıqlarla təchiz olunan müəssisəyə yerli istehsalın inkişafına xidmət edir. Zavod həm məşğulluğun artırılmasına, həm də Qarabağda iqtisadi həyatın canlanmasına töhfə verir. Bu cür istehsal sahələri bölgənin dayanıqlı inkişafı üçün vacib addımlardandır. Laçına yağan qar dağların azad nəfəsini, təbiətin saf gözəlliyini ortaya qoyur. Ağ örpəyə bürünən dağlar bu torpaqların əzəmətini bir daha xatırladır. Bu mənzərə Laçının sərt, amma möhtəşəm ruhunu əks etdirir. Qar altında Laçın daha sakit,
daha vüqarlı görünür. Zəngilanda çəkilən yeni avtomobil yolları bölgənin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu yollar təkcə məsafələri qısaltmır, eyni zamanda yaşayış məntəqələrini bir-birinə bağlayır. Müasir standartlara uyğun inşa edilən yollar təhlükəsiz və rahat gediş-gəlişi təmin edir. Zəngilan artıq nəqliyyat baxımından açılan, hərəkətə gələn bir bölgəyə çevrilir. Yol olan yerdə həyat var. Bu yollar Zəngilanın gələcəyinə aparan yollardır. Kəndlərə, şəhərlərə, yeni imkanlara aparan yollardır. Horovluya qayıdan köç bu torpaqlara həyatın yenidən dönməsinin ən canlı sübutudur. Uzun illərdən sonra insanlar öz doğma yurdlarına qayıdır, evlərinə, xatirələrinə qovuşur. Bu qayıdış təkcə fiziki köç deyil, mənəvi dönüşdür. Horovlu artıq yenidən yaşayır, nəfəs alır. Bu görüntülər Qarabağda başlayan yeni həyatın ən səmimi anlarıdır.